Peygamber sallallahu aleyhi ve sellem emredib ki, eğer insan bacarırsa, meçide daxil olursa, boş yer görürsə birinci səhvə gəlsin. Bəzi insanlar meçide gəlib, səhvdə boş yer görür, oturmur birinci səhvdə. Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, eğer siz bilseydiniz ki, o boş yerde meçide gelip birinci səhvi görüp, orada oturmamakta ne var, siz onu bilseydiniz, belki de birbirinizle püşk atardınız. Birbirinizle yarışardınız. Lakin insanlar o meçide daxil olur, birinci səhvdə yer ola, arxada oturur. Ve bu məhrum olmaqdır. İnsanın özünü məhrum eləməkdir. Özünü xeyirdən məhrum eləmə. Çünkü her bir insanın kıyamet günü həsənətə ehtiyacı olacaq. Bir həsənətə. Necə Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, o gün oğul atasına diyecek ki, ey ata ben səniz oğul olmuşam. O oğlun da günahı bir dənə ağır gələcək. Bir derece günah ağır gələcək. Bir savaba ihtiyacı olacaq ki, Allah Teala onu Araf əhlindən eləsin. Onlar ki, İşin əvvəlində nə cənnət əhlində olacaq, nə cəhənnəm əhlindən. Sonra Allah onları bağışlayıb cənnət əhlinə eləyəcək. Gələcək edəcək, atacan, mən səni zor olmuşam və dünyadaykən xeyirli övlad olmuşdur. Deyəcək, ən xeyirli övlad ilə. Deyəcək, o zaman bir həsənətim çatmır. Bir dənə savabım çatmır, mənə bir savab ver. Deyəcək, bugün sən nədən qorxursansa, mən də ondan qorxuram, get. Və həmçinin ata oğlunun yanına gələcək. Deyəcək, mən necə oğul olmuşam. Deyəcək, mən necə ata olmuşam, deyəcək, ən xeyirli ataydım. Deyəcək, mənim bir həsənətim çatmır. Mənə bir həsənət ver. Hətta Allah məni bağışlasın. Deyəcək, axafu minhu təxaf. Sən nədən qorxursansa, bugün mən də o gün qorxuram bundan. Və məndən uzaqlaş. Və o zaman heç bir xeyirdən, heç bir mərufdan, heç nə kiçik görmə. Əksinə, əgər xeyir görsən, hətta görsən ki, biri gəlir, sən tez gəl otur. Çünki müstəhəb əməllərdə, xeyir əməllərdə yarışmaq, önə keçmək bəyənlir. Hətta görsən biri gəlir, sən arxadasan, gəl sən otur. Gəl sən otur, çünki burada yarışmaq olar. Necə Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, hətta püşk atardınız. Lakin insanlara əziyyət vermə, girib meçiddən insanların beli üzərindən keçmə. Aralıya beli üzərindən keçmə. Lakin meçiddən çıxarkən insanları aralayıb çıxmaq olar. Necə Peygamber sallallahu aleyhi ve sellem çıxır. Necə Müslim rivayətində Allah Resulü sallallahu aleyhi ve sellem meçiddəykən namaz buyur, əsr namazı və ona bir əmanət verilmişdi ki, əhlinə çatdırsın. Və Peygamber sallallahu aleyhi ve sellem o gün unudur, namazdayken yadına düşür. Və salam verəndən sonra sahabələrin çiğinləri arasından çıxa gedir. Və sonra soruşurlar ki, Allah Resulü, sən nə üçün namazdan sonra çıxdın? Deyir ki, mənə bir əmanət verilmişdi, qorxdum ki, məğrib namazını keçər, o günü itirərəm və əmanət boynunda qalar. Və bu Peygamber sallallahu aleyhi ve sellem indi insanlara əmanət verirsən, indi müsəlmanlara əmanət verirsən, əmanət nə günə qalır? Verdiyin şeyi tanımırsan, bilmirsən, dağıdıb, söküb. Amma Peygamber sallallahu aleyhi ve sellem deyildi. Qorxardı ki, nəinki əmanəti zərərləmək, hətta qorxardı ki, vaxtından əvvəl qayıt, vaxtından gec qaytarmaq.